Yuri Verindub Ağdadaş Salyanskini gözdən çıxarıb. Bildirir ki, bu futbolçu artıq göndərilsin. Hər nə qədər limitin tətbiq olunmasının tərəfdarı olsam da, yerli futbolçulara dəstək olsam da, təbii ki, bunu da qeyd etməliyəm ki, məsələn, Ağdadaş Salyanskiyə Neftin əsas komandasına kifayət qədər şans verildi. Mən elə ora gələcəkdim. Yəni şansları dəyərləndirə bilmədi. Ağdadaş Salyanski dəyərləndirə bilmədi. Artıq məncə hər şeyin sonu deyil. Ola bilər. Bəlkə Neftin səndə alınmır. Gənc futbolçudur, nə ola bilər? 23 yaşda yoxdur, 21 yaşı var Ağdadaşın. Yəni Neftçi ki də kifayət qədər yaxşı çıxışı ilə yadda qalırdı, yaşlılarından seçilirdi. Məncə heç də hər şeyin sonu deyil. Ağdadaş da artıq Neftçidə ehtiyat istiqamətdə oturmaqdan uzaqlaşmalıdır. Artıq oynaya biləcəyi yerə getməlidir, inkişaf eləməlidir. İkinci altılıq olsun. Yəni Neftçinin adının kölgəsində uzun müddət qalmağın da bir mənası yoxdur Ahmet. Artıq getmək lazım. Məsələn, Rüfət Abbasov görürük ki, getdi Şamaxıda uzun müddət oynadı. Kifayət qədər də yaxşı oynadı və yenidən Neftçi komandasına transfer olundu. Yəni Ağdadaş da məncə getsin ortabab komandalara, aşağı yerlərdə qərarlaşan komandaların birində gedib yaxşı tərəfdən özünü göstərsin. Neftçini çox istəyirsə, mülayiqli şəkildə də qayıdıb gələr Neftçiyə.